Asif Məhərrəmov nəyi özünə qadağan edib? Təmənnasız, ödənişsiz mən dəvət edirəm, mən yenə də qeyd etmək istəmirəm. Müğənnini özündən çıxaran səbəb? Filankəsə bu sözü dedi, necə baxırsan? Ondan mənə nə kimdir, kimə nə deyib? Sosial şəbəkələr Azərbaycanda qadağan olundu. Instagram, TikTok işlərini harda təqdim edəcəyi düşünürsən? Ondan sonra qadağaya düşəcəksən, biləsən. Uzun müddətdir efirlərdən uzaq gəzən müğənni Asif Məhərrəmov ilk dəfə Maqazin Plus kamerası önündə bunun səbəbini açıqladı. Efirlərdə görsənməməyimin ən başlıca səbəbi olub ki, mən vaxtilə gecə-gecə mahnısı ilə bu ölkəyə səs salanda efirlər məndən qonorar istəyirdilər efirə çıxmaq üçün. Amma bugünkü gün elə bir şükür Allah, elə bir vəziyyət yoxdur. Ona görə də heç mən özüm də çıxmıram efirlərə. Təmənnasız, ödənişsiz mən dəvət edirəm, mən yenə də qeyd etmək istəmirəm. Getmirəm də. Görürsüz ki, efirlərdə yoxam. Bu gün dostumun ad gündür. Siz buradaydınız, siz mənim dostumsunuz, səndən də dostluğumuz, tanışlığımız var. Ona görə gəldim, müsahibə verdim. Bu yekəxanalıq deyil, sadəcə istəmirəm. Efirlərdə görsənmək istəmirəm. Sosial şəbəkəyə görədimi bütün bunlar hamısı? Bax, gəl açıq etiraf eləyək. İndi başa düşürəm, incəlik ola bilər televiziyalardan. Hər biri bizim üçün əziz televiziyalar. Amma bir məsələ var ki, televiziya məşhur sənətçilərin istər aktyor olsun, istər müğənni olsun, bir pasportudur. Yaşıl bir pasportdur. Yəni indi sosial şəbəkələr əvvəl yox idi. Sosial şəbəkə yox idi, müğənni hardan tanınacaqdı? Yəni bu söhbət də var. Yəni əslində biraz o incəliyi yumşaltmaq lazımdır. Çünki televiziya hər bir müğənninin həyatında əsas rol oynayır. Yəni sosial şəbəkə olmasa, amma bugünkü gün televiziya hər bir insanın əlində tutduğu telefondur. Bunda günün acı reallığıdır da bugünkü gün. Yəni bu dəqiqə biz elə bir söz deyə bilərik sənin verilişində. O bütün saytlar onu paylaşar. Televiziyadan bizi kimsə izləməsə də belə telefonda onu görə bilər. Bugünkü gün həmin dövrdür. Ona görə mən fikirləşirəm ki, ehtiyac yoxdur mənim televiziyaya çıxmağıma, orada vaxt itirməyimə. Nə bilim, ehtiyac. Asif Məhərrəmov sosial şəbəkələrə o qədər güvənir ki, televiziyanın nə qədər önəmli olduğunu unudub sanki. Elə bu yerdə müğənni Nihat Məlik məsələyə müdaxilə edir. Mənim bir başqa yanaşmam var. Bunu deyib gedirəm, üzürlü səhərs qonaqlarım gəlib. Mən bunu deyim ki, mən heç vaxt efirdə, indi Asif deyir, məndə heç vaxt efirdə pul söhbəti olmayıb. Sağ olsunlar, bütün ölkəmizdə olan televiziyalara təşəkkür edirəm, təmənni olmayıb. Amma mənim günüm bugünü özümə qadağa qoyduğum verilişlər var, televiziya yox, verilişlər var. Bir neçəsi var ki, mən orada olmayacam, görünmərəm. nəyə əsaslanaraq deyil? Nəyə biabırçılıqdır ona görə? Düzdür. Qoşulursan Masif Nihat? Bəli, düzdür. Verilişlərin əksəriyyəti məndən gözəl özünüz bilirsiniz ki, verilişlərin əksəriyyəti. Verilişə çıxırsan, filankəsə bu sözü dedi, necə baxırsan? Ondan mənə nə kimdir, kimə nə deyib? Mən də bir söz deyim, sonra da həmin müğənninin sağlasına ki, Asif Məhərrəmov da filan vaxt sənin dalınca bu sözü dedi. Halbuki demirə sualı mən verdim, o buna cavab verməli idi. Salamat elə necə deyirlər onu deyir, az aşım ağrımaz başım. Ona görə lazımdır qardaş. Reyting xatirinə elə suallar verirlər ki, bəzən. Elə suallar. İzləyici də baxır oradan, onlara quzu kəsərəm, onlar başa düşmür ki, o kameranın arxasında nələr baş verir. Bu sual nə üçündür? Bu sual, bəzən sual verirlər ki, reyting qalxsın, amma mənə pisdir axı, mən də məcburam cavab verəm, düzdürmü? Cavab verəndə də aləm dəyirmi bir-birinə? Olmasın. Eybi yox, mən o qalmaqalla heç vaxt yaxın olmamışam, o qalma. Elyar mənlə bir yerdə illərlə işləmişik. Elyarla Üzr istəyirəm Asif, sən də elə qulaq şahidi ol. Elyarla biz illərlə bir yerdə işləmişik. Elyar bilirdi ki, deyir qardaşım, elə, narahat olma. Elə, bu lazımdır. Elyar, və sənə yenə deyirəm, hələ də lazımdır. Vallahi, biri var yaradıcı insan, bir də var epizodik insan. O qalmaqalları eləyənlər var, elə sözüm hamısınadır. Onlar epizodikdir, gəlib gedəcəklər. Heç biri nə yaddaşda qalmayacaq, nə tarixdə qalmayacaq. Qoy bizim elə musiqilərimiz, qoy bizim elə səmimiyyətimiz tarixdə qalsın. O hər zaman seviləcək. 5 qazanaq, 10 qazanmayaq, 5 qazanaq. Sosial platforma o qədər inkişaf edib ki, bir çox sənətçilərin ağlını qarışdırıb. Amma unutmaq olmaz ki, televiziya istənilən sənətçinin uğuruna yol açan bir qapıdır. Bir sualım da olacaq, Nihat. Bilirəm ki, sənin televiziyanın bağlı problemi yoxdur, amma Asifin yaralı bir mövzusudur. Əslində ona qınamıram, çünki zamanda nələrsə yaşayıb ki, o barədə başa düşürəm. Amma bir sualım olacaq Asif. Bax, oldu da sosial şəbəkələr Azərbaycanda qadağan olundu. Instagram, TikTok işlərini harda təqdim edəcəyi düşünürsən? YouTube'da. Yox, sosial şəbəkədə bax olmayacaq. Olmayacaq. Yoxdur, bağlanıbdır. Asifin artıq yetərə qədər kütləsi var, onu axtarıb tapacaqlar, narahat olun. İşlərini təqdim etmək barəsində, yeniliklərini təqdim etmək barəsində televiziya çox böyük bir rol oynayır. Televiziya əlbəttə ki, rol oynayır.
Amma ən çox rol oynadığı vaxt əvvəllər olub. Bugünkü günün acı reallığı odur ki, televiziyalar o qədər mənim öz fikrimi deyirəm ha. Bunun televiziya işçilərinə, rəhbərlərinə qəti aidiyyatı yoxdur ya. Bu işçilər də dəyişə bilər, rəhbəri də dəyişə bilər. Mən sırf verilişlərin özündən, televiziyanın özündən danışıram. Ümumiyyətlə dövr elədir ki, sosial şəbəkələrin bağlanmaq kimi elə bir tərəfi ümumiyyətlə ağla gəlməyən bir məsələdir. Yəni o bəlkə də mümkün olası bir şey deyil. Ola bilər hansısa bir platforma bağlana bilər. Məsələn, deyək TikTok bağlana bilər, Instagramda. Instagram bağlansa, hamısı birdən bağlanmağı real məsələ deyil. Bu mənim öz fikrimdir. İndi bağlansa da belə hamı necə bizdə elə. Amma bu arada sosial şəbəkə TikTokda da tez canlılar açırsan, görürük bunu. Yəni nə həvəsdir? Yəni orada sırf dostlarınızla səni izləyən pərəstişkarlarla söhbət eləmək üçündür, yoxsa orada gəlir əldə etmək üçündür? Yox, gəlir əldə etmək üçün mən orada qıraq buzaqla oyun zat deyirlər. Onları mən eləmirəm. Deyirsən tez-tez mən ancaq məclisdən olanda yayım eləyirəm ki, orada canlı mahnıları ifa eləyirəm və izləyicilərimə mən yazdığı kommentarlara əsasən deyirəm ki, görəm onlara xoşdur deyə mən onu eləyirəm. Yəni durduq yerdə indi bax Nihatın ad gününə gəlmişik, oturmuşam stolda boş-boş açım, o mənlik deyil. İndi canlı hardasa məclis olur, ifa eləyirik. Elə hiss edirəm ki, onlara xoşdur, yəni yazdıq sözlərə əsasən deyirəm. Ona görə canlasam belə normalda yox, boş-beşər oturmuşam, durum canlasın, görüm cəmaət nə edir, elə bir şeylər eləmirəm. Asif Məhərrəmov nəyi özünə qadağan edib? Təmənnasız, ödənişsiz mən dəvət edirəm, mən yenə də qeyd etmək istəmirəm. Müğənnini özündən çıxaran səbəb? Filankəsə bu sözü dedi, necə baxırsan? Ondan mənə nə kimdir, kimə nə deyib? Sosial şəbəkələr Azərbaycanda qadağan olundu. Instagram, TikTok işlərini harda təqdim edəcəyi düşünürsən? Ondan sonra qadağaya düşəcəksən, biləsən. Uzun müddətdir efirlərdən uzaq gəzən müğənni Asif Məhərrəmov ilk dəfə Maqazin Plus kamerası önündə bunun səbəbini açıqladı. Efirlərdə görsənməməyimin ən başlıca səbəbi olub ki, mən vaxtilə gecə-gecə mahnısı ilə bu ölkəyə səs salanda efirlər məndən qonorar istəyirdilər efirə çıxmaq üçün. Amma bugünkü gün elə bir şuralla, elə bir vəziyyət yoxdur. Ona görə də mən özüm də çıxmıram efirlərə. Təmənnasız, ödənişsiz mən dəvət edirəm, mən yenə də qeyd etmək istəmirəm. Getmirəm də. Görürsüz ki, efirlərdə yoxam. Bu gün dostumun ad günüdür. Siz buradaydınız, siz mənim dostumsunuz, səndən də dostluğumuz, tanışlığımız var. Ona görə gəldim, müsahibə verdim. Bu yekəxanalıq deyil, sadəcə istəmirəm. Efirlərdə görsənmək istəmirəm. Sosial şəbəkəyə görədimi bütün bunlar hamısı? Bax, gəl açıq etiraf eləyək. İndi başa düşürəm, incilik ola bilər televiziyalardan. Hər biri bizim üçün əziz televiziyalar. Amma bir məsələ var ki, televiziya məşhur sənətçilərin istər aktyor olsun, istər müğənnilər olsun, bir pasportudur. Yaşıl bir pasportdur. Yəni indi sosial şəbəkələr əvvəl yox idi. Sosial şəbəkə yox idi, müğənni hardan tanınacaqdı? Yəni bu söhbət də var. Yəni əslində biraz o incikliyi yumşaltmaq lazımdır. Çünki televiziya hər bir müğənninin həyatında əsas rol oynayır. Yəni sosial şəbəkə olmasa, amma bugünkü gün televiziya hər bir insanın əlində tutduğu telefondur. Bunda günün acı reallığıdır da bugünkü gün. Yəni bu dəqiqə biz elə bir söz deyə bilərik sənin verilişində. O bütün saytlar onu paylaşar. Televiziyadan bizi kimsə izləməsə də belə telefonda onu görə bilər. Bugünkü gün həmin dövrdür. Ona görə mən fikirləşirəm ki, ehtiyac yoxdur mənim televiziyaya çıxmağıma, orada vaxt itirməyimə. Nə bilim, ehtiyac Asif Məhərrəmov sosial şəbəkələrə o qədər güvənir ki, televiziyanın nə qədər önəmli olduğunu unudub sanki. Elə bu yerdə müğənni Nihat Məlik məsələyə müdaxilə edir. Mənim bir başqa yanaşmam var. Bunu deyib gedirəm, üzrlü səhər qonaqlarım gəlib. Mən bunu deyim ki, mən heç vaxt efirdə, indi Asif deyir, məndə heç vaxt efirdə pul söhbəti olmayıb. Sağ olsunlar, bütün ölkəmizdə olan televiziyalara təşəkkür edirəm, təmənni olmayıb. Amma mənim günüm bugünü özümə qadağa qoyduğum verilişlər var. Televiziya yox, verilişlər var. Bir neçəsi var ki, mən orada olmayacam, görünmərəm. nəyə əsaslanaraq? Nəyə biabırçılıqdır ona görə? Qoşulursan Masif Nihat? Bəli, düzdür. Verilişlərin əksəriyyəti məndən gözəl özünüz bilirsiniz ki, verilişlərin əksəriyyəti. Verilişə çıxırsan, filankəsə bu sözü dedi, necə baxırsan? Ondan mənə nə kimdir, kimə nə deyib? Mən də bir söz deyim, sonra da həmin müğənninin sağlasına ki, Asif Məhərrəmov da filan vaxt sənin dalınca bu sözü dedi. Halbuki demirə sualı mən verdim, o buna cavab verməli idi. Salamat elə necə deyirlər onu deyir, az aşım ağrımaz başım. Ona görə lazımdır qardaş. Reyting xatirinə elə suallar verirlər ki, bəzən. Elə suallar. İzləyici də baxır oradan, onlara quzu kəsərəm, onlar başa düşmür ki, o kameranın arxasında nələr baş verir. Bu sual nə üçündür? Bu sual, bəzən sual verirlər ki, reyting qalxsın, amma
Və mənə pisdir axı. Mən də məcburam cavab verəm, düzdürmü? Cavab verəndə də aləm dəyirmi bir-birinə? Olmasın. Eybi yox, mən o qalmaqalla heç vaxt yaxın olmamışam. O qalma Eliyar mənlə bir yerdə illərlə işləmişik. Ürəyimizdə Eliyar da Eliyarla- razı oluruq. Üzr istəyirəm Asif, sən də elə qulaq şahidi ol. Eliyarla biz illərlə bir yerdə işləmişik. Eliyar bilirdi ki, deyir qardaşım elə, narahat olma. Elə bu lazımdır. Eliyar və sənə yenə deyirəm, hələ də lazımdır. Vallahi biri var yaradıcı insan, bir də var epizodik insan. O qalmaqalları eləyənlər var, elə sözüm hamısınadır. Onlar epizodikdir, gəlib gedəcəklər. Heç biri nə yaddaşda qalmayacaq, nə tarixdə qalmayacaq. Qoy bizim elə musiqilərimiz, qoy bizim elə səmimiyyətimiz tarixdə qalsın. O hər zaman seviləcək. Sizə də təşəkkür edirəm. 5 qazanaq, 10 qazanmayaq, 5 qazanaq. Sosial platforma o qədər inkişaf edib ki, bir çox sənətçilərin ağlını qarışdırıb. Amma unutmaq olmaz ki, televiziya istənilən sənətçinin uğuruna yol açan bir qapıdır. Bir sualım da olacaq Nihat. Bilirəm ki, sənin televiziyanla bağlı problemi yoxdur, amma Asifin yaralı bir mövzusudur. Əslində ona qınamıram, çünki zamanda nələrsə yaşayıb ki, o barədə başa düşürəm. Amma bir sualım olacaq Asif. Bax, oldu da sosial şəbəkələr Azərbaycanda qadağan olundu. Instagram, TikTok işlərini harda təqdim edəcəyi düşünürsən? YouTube'da Yox, sosial şəbəkədə bax olmayacaq. olmayacaq. Yoxdur, bağlanıbdır. Asifin artıq yetərə qədər kütləsi var, onu axtarıb tapacaqlar, narahat olma. İşlərini təqdim etmək barəsində, yeniliklərini təqdim etmək barəsində televiziya çox böyük bir rol oynayır. Televiziya əlbəttə ki, rol oynayır, amma ən çox rol oynadığı vaxt əvvəllər olub. Bugünkü günün acı reallığı odur ki, televiziyalar o qədər mənim öz fikrimi deyirəm ha. Bunun televiziya işçilərinə, rəhbərlərinə qəti aidiyyatı yoxdur ya. Bu işçilər də dəyişə bilər, rəhbəri də dəyişə bilər. Mən sırf verilişlərin özündən, televiziyanın özündən danışıram. Ümumiyyətlə dövr elədir ki, sosial şəbəkələrin bağlanmaq kimi elə bir tərəfi ümumiyyətlə ağla gəlməyən bir məsələdir. Yəni o bəlkə də mümkün olası bir şey deyil. Ola bilər hansısa bir platforma bağlana bilər. Məsələn, deyək TikTok bağlana bilər, Instagramda. Instagram bağlansa, hamısı birdən bağlanmağı real məsələ deyil. Bu mənim öz fikrimdir. İndi bağlansa da belə hamı necə bizdə elə. Amma bu arada sosial şəbəkə TikTokda da tez canlılar açırsan, görürük bunu. Yəni nə həvəsdir? Yəni orada sırf dost-tanışlarla səni izləyən pərəstişkarlarla söhbət eləmək üçündür, yoxsa orada gəlir əldə etmək üçündür? Yox, gəlir əldə etmək üçün mən orada qıraq buzaqla oyun zad deyirlər. Onları mən eləmirəm. Məclis deyirsən tez-tez mən ancaq məclisdən məclisə olanda yayım eləyirəm ki, orada canlı mahnıları ifa eləyirəm və izləyicilərimə mən yazdığı kommentarlara əsasən deyirəm ki, görəm onlara xoşdur deyə mən onu eləyirəm. Yəni durduq yerdə indi bax Nihatın ad gününə gəlmişik, oturmuşam stolda boş-boş açım, o mənlik deyil. İndi canlı hardasa məclis olur, ifa eləyirik. Elə hiss edirəm ki, onlara xoşdur, yəni yazdıq sözlərə əsasən deyirəm. Ona görə canlasam belə normalda yox, boş-beşər oturmuşam, durum canlasım, görüm cəmaət nə edir, elə bir şeylər eləmirəm.